ol. İsa 3 il yarım təlimi öyrədir, Allahın kəlamını deyir. Yuda da onların arasındadır. Yuda da möcüzə görür. İsa ölünü dirildir, körün gözünü açır. Görürdü Yuda. Görürdü. Xəbəri var idi. Məhəbbətdən danışırdı İsa. Xəbəri var idi. Sizə sual verim. Başqa havarilər İsa deyəndə ki, bir nəfər aravuzda məni satacaq. Şübhələnmişdilər Yudadan. Heç kəs şübhələnməmişdi. Düşün, heç kəsin ağlına gəlmir. Kimdir, daxilində nədir. Amma bir şəxs bilir, o da İsa'dır. Hər şeyi bilir. Yaradılışda İblis toxum əkəndə onun bəhrəsini biz görürük. Adəmlə Həvva övladları olur, 2 övladı. Biri Qabil, biri Habil. Qabil şər olandan idi. Habil isə Rəbbin balası idi. Qabil qardaşını öldürməzdən qabaq Allah onunla danışır. Eşidirdi Qabil Allahın sözünü. Bəs atdımı nə oldu? Nə iş gördü? Kimin işini gördü? İblisin işini gördü. Düşünün, Allahın sözünü eşitmək o demək deyil, Allahın balası. Hansı addımı atacaq, hansı işi görəcək, İblisin işini görəcək, yoxsa Allahın işini görəcək, bu bizim addımımızdır, bu bizim bəhrəmizdir və bu bizim daxilimizi göstərir. Mən istəyirəm düşünək, bu gün biz kimin iradəsini yerinə yetiririk,